Əziz qardaşlar, dəyərli müsəlmanlar, xütbəmin girişində oxuduğum Ali İmran surəsinin 103-cü ayəsində Uca Allah belə buyurur. Hamılıqla Allahın ipinə möhkəm sarılın. Firqələrə bölünərək bir-birinizdən ayrılmayın. Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz. Allahın neməti sayəsində bir-birinizlə Allah sizin qəlblərinizi birləşdirdi. Dəyərli qardaşlar, Uca Allah bizə qədrini bilmədiyimiz çox önəmli bir neməti xatırladır. Həmrəylik, birlik və bərabərlik nemətini. İnsan nə qədər güclü olursa olsun, əgər o təkdirsə, demək zəifdir. Bütün varlıqlar aləmində insanlar birləşdikdə, bütün varlıqlar bir araya gəldiyi zaman bir güc meydana gətirirlər. Bu bir ilahi qanuna uyğunluqdur. Parçalandığınız zaman bir zəiflik meydana gəlir. Bu insanın vücudunda da belədir dəyərli qardaşlar. Məsələn, bir əlimizin olmadığını düşünək, bir ayağımızın olmadığını düşünək. İnsan üçün nə qədər çətin olar. Və ya hər hansı bir şeyi düşünərkən fikrimizi bir araya cəmləyə bilmədiyimizi düşünək. Nə qədər çətin olur insana. Demək ki, bütün varlıqlar aləmində birliklər və bərabərliklər bir güc meydana gətirir, müvəffəqiyyət meydana gətirir. İlahi təqdir olaraq yer üzərində Allahın orduları vardır və bir də şeytani ordular vardır. Yəni, bir növ negativ enerjilərin bir araya gəldiyi güc birlikləri vardır və bir də rahmani orduların, yəni möminlərin bir araya gəldiyi bir güc birlikləri vardır. Allah Teala sonuncusunun bir arada olmasını istəyir. Yəni, möminlərin bir arada olmasını istəyir. Odur ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Yadullahi favqa aləl cəmaə. Yadullahi aləl cəmaə. Allahın əli cəmaatın üzərindədir. Rəbbimiz də ayədə buyurur ki, İnnəl ərdə yerituhə ibadu əs-salihin. Yer üzərində Allahın salih bəndələri varis olacaqdır. Demək ki, Rəbbimizin yer üzərində salih insanların, dürüst insanların varis olmasını istəyir. Həmçinin Rəbbimiz digər bir ayədə buyurur ki, fitnə aradan qalxana qədər, din yalnız Allaha məxsus olana qədər onlarla vuruşun. Fitnə nədir? Fitnə, birlik və bərabərliyin pozulması deməkdir. Demək ki, birlik və bərabərlik pozulduğu zaman müsəlmanlar o fitnəyə qarşı, o pozğunçulara qarşı yenə bir olmağa çalışmalıdır. Əgər insan yalnız mənim dediyim olduğunu düşünürsə, bu fərdi halda belədirsə, cəmiyyət halında da belədir. Yalnız mənim qrupumun dediyi doğrudur. Mənim söylədiyim alimlər yalnız doğruyu söyləyir. Deyiriksə və qarşı tərəfə heç bir hörmət bəsləmiriksə ki, insanların düşüncələri fərqli ola bilir. Bu təbii bir haldır. Belə bir halda əlbəttə ki, birlik və bərabərlikdən söz gedə bilməz. İslamda etdiyimiz bütün ibadətlərin mahiyyəti birləşdirici mahiyyətdədir. Məsələn, başda İslamın ən önəmli şərtlərindən biri olan namaz ibadəti. Baxın, dəyərli qardaşlar, Allah Teala bizi ibadətlərimizi məsciddə yerinə yetirməmizi istəyir. Evlərimizdə də fərdi şəkildə yerinə yetirə bilərdik, amma Allah Teala məscidlərdə cəm olmağımızı istəyir. Bu sadəcə cümə namazına məxsus deyildir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sübh namazlarını, işa namazlarını cəmaatla qılmayan insanlar haqqında çox ağır sözlər söylüyor. İmkanım olsaydı onların evlərini od vurardım buyurur. Demək ki, müsəlmanlar bir araya gəlməli, daim bir arada olmalıdırlar. O bir arada olduğumuz zamanda orada da bir nizam, intizam lazımdır ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem cəm halında məsciddə namaz qılmağımızı söylüyor. Hər ayrı-ayrı fərdi şəkildə də necə ki, nafilə namazları qılırıq, bu şəkildə də əmr edə bilərdir. Amma xeyr, burada da bir düzən lazımdır. İmam önündə olacaq, insanlar arxada dayanacaq. İmamdan önə keçərsənsə, namazın pozulacaq. Demək, bu nədir? Bir nəfərin ətrafında insanlar birləşməlidir. Bu, sadəcə bizim məscidə məxsus olan bir hal deyildir. Bütün məscidlərdə Allah Teala bizə belə əmr edir. Həzrət Ömər radiyallahu anh cərgələri pozanlara bir-bir safları gəzər və cərgələri pozanlara çubuqla onları xəbərdar edərdi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, saflarınızı birləşdirin, arada boşluq qoymayın, yoxsa qəlbləriniz də bir-birindən fərqli olar.
Hətta Peyğəmbərimiz buyurur ki, bir mömin qardaşınız sizi safların düzgünlüyünə dəvət edirsə, ona qarşı yumşaq davranın, mərhəmətli davranın. Həqiqətən də bəzən dəvət edən, bir tərəfdən dəvət edən də bu dəvətə düzgün şəkildə yerinə yetirməlidir. Bəzən kobud şəkildə rəftar olunur. Yaxşı bir şeyə kobud şəkildə rəftar edərək o işə dəvət olunmamalıdır insanlar. Mülayim bir şəkildə dəvət etməliyik və o dəvət olunan şəxs də bunu dinləyə bilməlidir. Çünki nizam-intizam olduğu zaman müvəffəqiyyət mümkündür. Baxın, cərgələrin məsciddə təbii ki olması bir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem tərəfindən bizə əmr olunub. Bu bir məsciddə əslində asandır, amma cərgələrin düz olmasının vacib olduğu digər bir məqam vardır ki, orada bu daha çətindir ki, məsələn, döyüş meydanında. Orada belə Allah Teala cərgələr halında müsəlmanların bir arada olmasını əmr edir. Məsələn, Rəbbimiz ayədə buyurur ki, İnna Allaha yuhibbullezine yuqatiluna fi sabilillahi saffan. Allah onun yolunda cərgə-cərgə vuruşanları, cərgə-cərgə düzülüb vuruşanları sevər. Hansı bir şəkildə kəənnəhum bunyanun marsus. Bir möhkəm qalalar kimi, möhkəm bir divar kimi cərgə-cərgə düzülüb vuruşanları sevər. Demək ki, dəyərli qardaşlar, birlik və bərabərliyimizi pozan hər nə varırsa, günahdır desək, yanılmarıq. Bəzən insan elə xətalar işləyir ki, o sadəcə özünü əlaqələndirir. Məsələn, insan sədəqə verir, amma riyakarcasını bunu edir. İnsanlar görsün deyə edir. Bu, onu əlaqələndirən bir məsələdir. Amma bəzən cəmiyyət içərisində elə günahlar işlənir ki, bu cəmiyyətə sirayət edir və insanlar bundan əziyyət çəkilir. Bəzən fitnələr baş qaldırır. Milyonları bir araya gətirən həcc ibadəti. Bu da İslamın digər şərtindən biridir, dəyərli qardaşlar. Baxın, hər kəs bir nəfəsə ləbbeyk, Allahumma ləbbeyk deyir. Milyonlar bir araya gəlir və hər kəs Allaha, ya Rəbbi, əmr et, itaətində işləyirlər. Bu əslində çox qorxulu bir görüntüdür düşmənlərimiz üçün. Nə üçün? Çünki müsəlmanlar bir araya gəliblər. Amma bu görüntü nə üçün onları qorxutmur bugün? Çünki müsəlmanların fiziki cəhətdən bədənlər bir arada olsa da, amma qəlblərimiz bir arada deyil. Ona görə də qorxmurlar, çəkinmirlər. Halbuki müsəlmanlar neçə az dəstələr çoxlara qalib gəlmişlər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, möminlərin bir-birinə olan mərhəməti, bir-birinə olan sevgisi bir bədənin üzvləri kimidir. Bədənimizin hər hansısa bir üzünə bir şey olduqda bütün bədən narahat olur. Bir dişimiz ağrıdığı zaman bütün vücudumuz ağrıyır. Möminlər də belə olmalıdır, Peyğəmbərimiz buyurur. Həmçinin ən böyük ibadətlərdən yenə İslamın şərtlərindən olan oruz ibadəti. Hər kəs Ramazan hilalını gördüyü zaman Ramazan orucunu tutmalıdır. Şəvval ayını gördüyümüz zaman bayram etməliyik. Yox, mən bugün də oruç tutacağam deyə bilməzsiniz, yoxsa günah işləmiş olarsınız. Demək ki, oruz ibadətində belə Allah Teala bizim birlikdə olmağımızı istəyir. Bəzən buna qarşı da gələnlər olur. Müsəlmanları burada da parçalamağa çalışanlar olur. Amma bilməliyik ki, dəyərli qardaşlar, bu sadəcə bizim əleyhimizədir, bizim birliyimizin əleyhinədir və fitnələrin ortalığa çıxmasına imkan yaradır. Rəbbimiz Ənfal surəsində buyurur ki, Allaha və onun Peyğəmbərinə itaət edin və bir-birinizdən çəkişməyin. Səbr edin, Allah səbr edənlərlə bərabərdir. Baxın, Allah Teala bizə nə gözəl hədəflər təyin edir. Allaha və Rasuluna itaət edəcəyik. Öncə bu. Və bir-birinizdə çəkişməyin. Yoxsa zəifləyər və gücdən düşərsiniz, buyurur Allah Teala. Çəkişmələrimizin nəticəsidir ki, bir məscidə baxırıq, eyni məsciddə fərqli-fərqli düşüncələr. Bəzən təbiidir, belə ola bilir. Amma Allah ayədə nə buyurdu? Səbr edin, Allah səbr edənlərlə bərabərdir. Demək ki, bəzən xarakteri bizə uyğun olmayan insanlar ola bilər aramızda. Müsəlman qardaşlarımız içərisində bizi kimi olmayan insanlar ola bilər. Amma Allah bizə bu birlik və bərabərliyi qoruyub saxlamaq üçün səbr etməyimizi tələb edir. Necə ki, bir ailənin içərisində bəzən qardaşımız, bəzən bacımız bizimlə yola getmir.
Amma biz onları tərk edirikmi? Müsəlmanlar da qardaş olduqları üçün, Allah da Quranda bizi qardaş elan etdiyi üçün buna dözməli və səbr etməliyik. Allah Teala biz iman edənlərə çox gözəl hədəflər təyin edibdir. Lakin biz hər zaman bu hədəfləri pozduğumuz üçün hər zaman ortalığa fitnələr çıxır. Fitnələr birlik və bərabərliyimizin pozulmasından meydana gəlir. Baxın, bir vaxtlar müsəlmanların salamını almaq üçün əhli küffar buna görə sevinirdilər. Amma indi işlər tərsinə dönüb. Biz onların gözəl sözlərini eşitməkdən ötürü bunu özümüzə bir izzət, bir şərəf bilirik. Görün, haradan haraya gəlib müsəlmanlar. Əziz qardaşlar, Allah Teala bizə ən böyük neymət olan bu birlik və bərabərlik, qardaşlıq neymətini verib. Bir araya toplanmaq üçün bizlər məscidlər inşa edirik, bir araya gələ bilirik. Bu birlik, bərabərliklər heç bir cəmiyyətlərdə yoxdur, dəyərli qardaşlar. Allah bu neyməti bizlərə çox görməsin. Allah birliyimizi, bərabərliyimizi qoruyub saxlamağa nəsib etsin. Amin.